İkinci cismin yer səthindən şaqili yuxarı atılmışdır. İkinci cismin uçuş müddəti birinci cismin uçuş müddətindən 2 dəfə çoxdur. Yazaq onda T uçuş 2 bərabərdir. 2 vuraq T uçuş 1-ə. Burada cisimlərin başlanğıc sürətləri və maksimal hündürlükləri arasındakı münasibəti soruşur. Biz bilirik ki, uçuş müddətinin düsturu T uçuş bərabərdir 2 V0 bölək J-dir. Gördüyümüz kimi başlanğıc sürətdən necə asıdır? Düz asıdır. Yəni burada deməli ilə ikinci cismin başlanğıc sürəti birinci cismin başlanğıc sürətindən 2 dəfə çoxdur. Maksimal hündürlüyün düsturu isə H maksimum bərabərdir J vurulsun T uçuşun kvadratı bölək 8-dir. Gördüyümüz kimi artıq burada kvadratik düz asıdır. Artıq kvadrata yüksəltməlisiniz buradakı 2-ni. Onda olacaq H2 bərabərdir 2-nin kvadratı. 4 vurulsun H1-ə. Baxaq, V02 bərabərdir 2 vuraq V01 2 də verilmişdir və H2 bərabər 4 vuraq H1 6 da verilmişdir. Cavab olacaq deməli 2 və 6.